Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Xırdalan dairəsindən Binəqədi Sentralına gedən yolun üstündə, hündür bir yerdə 8 sot torpaq sahəsində 2 mərtəbə, 3-cü mərtəbə mansardlı, şəxsi tikili həyət evi çıxıb satışa, mərtəbə arası monolit betondur, çox yaxşı bir yerdə yerləşir. Həyətinə baxaq, həyətində qarajı da var. Ev belə vəziyyətdə satılır. Evin ilkin qiyməti təyin olunub 180.000 manat. Real alıcı olsa qiymətdə indirim olacaq. Evin kupçası var. Bura dəhlizidir. Solda bu hissədə mətbəxdir. Bura birinci mərtəbədə yataq otağıdır. Sağda iri qonaq otağıdır. Bura sanitar qovşağıdır ayrı-ayrı. Pilləkənlər də betondan yığılıb. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbədə 4 yataq otağı var. Bura sanitar qovşağıdır ikinci mərtəbənin. Bura bir yataq otağı. İkinci yataq otağı. Üçüncü yataq otağı. Bura dördüncü yataq otağı. Əgər sizin də saçlamakınız varsa bizə müraciət edin. Qısa zamanda saçına kömək edək. Üçüncü mərtəbəyə qalxaq. Üçüncü mərtəbə mansarddır. Pilləkənlər də betondan yığılıb. İkinci mərtəbəyə. Bura mansarddır. İkinci mərtəbədə sanitar qovşaq da var. Kanalımıza abunə olmağı unutmayın. Sağ olun, bu qədər.